Bir daha salam əziz dostlar. Biz mərkəzə qaçma təcili ilə davam edirik. Güvən test C. Bir nömrəli məsələ. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkətdə cismin xətti sürəti 100% artarsa, mərkəzə qaçma təcili necə dəyişər? Deməli əziz dostlar, burada 100% artma deyirsə, deməli bu xətti sürətin 100% artması 2 dəfə artma deməkdir. Niyə? Çünki mərkəzə qaçma, belə deyək, xətti sürətin əvvəlcə qiyməti V olsun. Belə eləyək. V1 bərabərdir V. V-nin 100%-i nə qədər eləyir, onu tapmalıyıq. 100%-i, V-nin 100%-i, yəni V2 bərabərdir. Deməli, eləyəcək V üstəgələk, yəni nə qədər artdı? 100%, yəni özü qədər artdı. Deməli, olacaq 2V. Xətti sürət deməli 100% artarsa, bu 2 dəfə artma deməkdir. Mərkəzə qaçma təcilinin düsturunu yazırıq. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkətdə. Mərkəzə qaçma təcili V kvadratı bölünsün R-dir. Burada verilmiş radiuslu deyir deyə R-i sabit götürürük. Onda mərkəzə qaçma təcili xətti sürətin kvadratı ilə düz mütənasibdir. Deməli, xətti sürət 2 dəfə artırsa, mərkəzə qaçma təcili 4 dəfə artar. Cavab oldu A variantı. 2 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusunu 4 dəfə, maddi nöqtənin xətti sürətini isə 2 dəfə artırdıqda mərkəzə qaçma təcili necə dəyişər? Yenə mərkəzə qaçma təcili A bərabərdir V kvadratı bölünsün R düsturuna əsasən biz radiusu 4 dəfə artırsaq, mərkəzə qaçma təcili 4 dəfə azalacaq. Xətti sürəti 2 dəfə artırsaq, mərkəzə qaçma təcili 4 dəfə artacaq, çünki xətti sürətin kvadratı ilə düz mütənasibdir. Deməli, mərkəzə qaçma təcili 4 dəfə artdı, 4 dəfə azaldı. Deməli, onda dəyişməz. 3 nömrəli məsələ. Sabit radiuslu, deməli, sabit radiuslu deyirsə, R burada konstantdır. Çevrə üzrə hərəkət edən cismin dövretmə tezliyini 100% artırdıqda, dövretmə tezliyinin bayaq dedik ki, 100% artma nə deməkdir? 2 dəfə artma deməkdir. Deməli, tezlik burada 2 dəfə artır. Onun bucaq sürəti, xətti sürəti, mərkəzə qaçma təcili necə dəyişər? Deməli, biz bucaq sürətini yazmalıyıq. Bucaq sürəti omega bərabərdir 2 pi n-dir. Deməli, bucaq sürəti tezliklə düz asılıdır. Yəni, tezlik 2 dəfə artırsa, bucaq sürəti də 2 dəfə artacaq. Baxırıq, 2 dəfə artar, 2 variant da var. Xətti sürət. Xətti sürətin düsturu nə idi bəs? Xətti sürətin düsturu V bərabərdir 2 pi r n. Burada r yenə sabitdir, pi onsuz da sabitdir. Deməli, xətti sürətdə tezliklə düz asılıdır. Tezlik 2 dəfə artırsa, xətti sürətdə 2 dəfə artar. Bu da hər iki variantda var. Mərkəzə qaçma təcili. Mərkəzə qaçma təcili A bərabərdir 4 pi kvadratı n kvadratı r-dir. Əgər tezlik burada görürük ki, 2 dəfə artırsa, mərkəzə qaçma təcili artıq 4 dəfə artacaq. Niyə? Çünki tezliklə kvadratik düz asılıdır. 4 dəfə artar. Cavab olacaq A variantı. 4 nömrəli məsələ. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə dövrətmə tezliyinin mərkəzə qaçma təcilindən asıllıq qrafiki hansıdır? Biz dedik ki, A bərabərdir 4 pi-nin kvadratı, n-in kvadratı, r. Buradan n-i tapsaq, n bərabərdir kök altında A bölünsün 4 pi-nin kvadratı r. Görürük ki, tezlik A-la necə asılıdır? Mərkəzə qaçma təcili ilə kök altı düz asılıdır. Kök altı düz asılılıqda A varianta uyğun gəlir. 5 nömrəli məsələ. Aşağıdakı qrafiklərdən hansıları çevrə üzrə bərabər sürətli hərəkət üçün doğrudur? Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə
Birincisi biz bunu bilməliyik ki, xətti sürətin istiqaməti nöqtədən nöqtəyə dəyişir və toxunan istiqamətdə yönəlir. Qiyməti dəyişir, istiqaməti dəyişir, amma qiyməti sabit qalır. Çünki bərabər zaman fasilələrində bərabər yerdəyişmələr icra edir. Amma istiqaməti təbii ki, biz bilirik ki, dəyişir. Daha sonra A-nın burada deməli omeqadan asılılığı verib R-in sabit qiymətində. Gəlin baxaq. A bərabərdir omega R düsturuna əsasən. R sabitdirsə, A omeqadan necə asılıdır? Daha doğrusu burada kvadrat olmalıdır. Omega kvadrat R kvadratik düz asılıdır. Deməli, birinci variantımız bizim doğrudur. Daha sonra bucaq sürəti. Bucaq sürəti biz bilirik ki, omega bərabərdir. Fi bölünsün T-dir. Bu omeqadır, tezlikdir, perioddur. Çevrə üzrə bərabər sürətli hərəkətdə zamandan asılı deyil. Niyə asılı deyil? Çünki məsələn fərz edək ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cisim A nöqtəsindən bir B nöqtəsinə gəlmişdir. Və A nöqtəsindən B nöqtəsinə gələn zaman burada radius vektorumuz bir fi bucağı qədər dönür. T müddəti ərzində. İndi biz zamanı 2 dəfə artırsaq, yəni deyirik ki, 2T müddəti ərzində dönmə bucağımız nəyə bərabər olar? Onda bu T müddəti ərzində gəlir deyək ki, C nöqtəsinə. Onda deməli, burada dönmə bucağı da fi qədər olur. Yəni, biz zamanı T götürəndə dönmə bucağımız fi idi. 2T götürəndə dönmə bucağımız oldu 2 fi. İndi buradan görürük ki, zamanı 2 dəfə artıranda dönmə bucağı da 2 dəfə artdı. Kəsirin sürət və məxrəci 2 dəfə artırsa, deməli kəsirin qiyməti dəyişməz, konstant qalar. Bu həmçinin tezlik üçün də belədir, period üçün də belədir. Onda deməli xüsusi bir qayda olaraq yaza bilərik ki, perioddur, tezlikdir, omeqadır. Bu hər üç kəmiyyət çevrə üzrə bərabər sürətli hərəkətdə zamandan asılı deyil. Deməli, burada 2 də doğru olacaq. Daha sonra 3-ə baxırıq. 3-də bizə deyir ki, xətti sürət tezlikdən düz asılıdır. Baxaq xətti sürətin düsturuna. Xətti sürət bərabərdir 2 pi r n-dir. R sabitdirsə, V n-lə, tezliklə necə asılıdır? Təbii ki, düz asılıdır. Deməli, 3-də doğrudur. 4-ə baxırıq. 4-də artıq nə deyir? 4-də deyir, mərkəzə qaçma təcili radiusla tərs mütənasib asılıdır. Nəyin sabit qiymətində? V-nin. Düsturumuzu yazırıq. Düsturu yazanda düsturda V olmalıdır. Çünki V-ni sabit verib bizə, onda V kvadratı bölünsün R yazırıq. Və görürəm ki, həqiqətən də burada V sabitdirsə, A R-lə necə asılıdır? Tərs asılıdır, R məxrəcdədir. Deməli, burada 4-də doğrudur. Burada bayaq dedik, omega zamandan asılı deyil, ona görə 5 səhvdir. Deməli, cavabımız oldu 1, 2, 3, 4. A variantı. Keçdik 6 nömrəli məsələyə. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin bucaq sürətindən asıllıq diaqramı verilmişdir. Hansı nöqtə çevrənin radiusunun ən kiçik qiymətinə uyğundur? Deməli, biz təcilin düsturunu yazacağıq, amma elə bir düsturunu yazmalıyıq ki, burada. Baxın, radiusun qiymətini soruşur və omeqadan asıllıq verib. Deməli, təcilin düsturunda həm radius olmalıdır, həm də omega olmalıdır. A bərabərdir, omega kvadratı R düsturundan istifadə edə bilərəm mən. Burada R-i tapsaq, çünki bizdən R-in ən kiçik qiymətini soruşur. R bərabərdir, A bölünsün omeqanın kvadratı. Radiusun ən kiçik olması üçün, baxın, radius omeqanın kvadratı ilə necə asılıdır? Tərs asılıdır. Deməli, omeqanın böyük qiyməti olmalıdır. Omeqanın böyük qiymətlərinə baxırıq. Baxın, bu omega oxu burada verilib. Böyük qiymətləri 3 ilə 4-dür. Buradan xətt çəkdik. Daha sonra radiusun kiçik olması üçün
təcilin kiçik olması lazımdır. Niyə? Çünki radius burada mərkəzə qaçma təcili ilə düz mütənasib asılıdır. Təcil oxu, baxın, budur. Onda təcilin kiçik qiymətləri hansılardır? 1 ilə 4-dür. Və bu xəttlər harda kəsişdi? 4 nöqtəsində kəsişdi. Deməli, 4 nöqtəsi radiusun ən kiçik qiymətinə uyğundur. 7 nömrəli məsələ. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində xətti sürətin bucaq sürətindən asıllıq diaqramı verilmişdir. Hansı nöqtə mərkəzə qaçma təcilinin ən böyük qiymətinə uyğundur? Yenə biz mərkəzə qaçma təcilinin düsturunu yazırıq. A bərabərdir omega V. Burada mərkəzə qaçma təcilinin böyük qiyməti V-nin də böyük qiymətidir, omeqanın da böyük qiymətidir. Deməli, V-nin böyük qiyməti burada görürük ki, 2 ilə 3-dür. Omeqanın böyük qiyməti görürük ki, 4 ilə 3-dür. Deməli, harda kəsişdi? 3 nöqtəsində kəsişdi. 8 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürətin çevrənin radiusundan asıllıq diaqramında hansı nöqtəyə uyğun mərkəzə qaçma təcili ən kiçikdir? İndi mərkəzə qaçma təcilinin yenə qiymətini yazırıq. Amma burada V-nin R-dən asılılığı verilib. Ona görə V kvadratı bölünsün R yazıram. Təcilin hansı qiymətini istəyir? Ən kiçik qiymətini istəyir. Təcilin kiçik olması üçün V-nin kiçik olması lazımdır. Deməli, V-nin kiçik qiymətləri hansılardır? 4 ilə 3. Bəs təcilin kiçik olması üçün R-in isə ən böyük qiymətləri lazımdır. R-in ən böyük qiymətləri 2 ilə 3-dür. Harda kəsişdi bu xəttlər? 3-də kəsişdi. Ona görə cavabımız oldu A variantı. 9 nömrəli məsələ. Çevrə üzrə bərabər sürətli hərəkətlərdə bucaq sürətinin çevrənin radiusundan asıllıq diaqramında hansı nöqtəyə mərkəzə qaçma təcilinin ən kiçik qiyməti uyğundur? Mərkəzə qaçma təcili yenə yazırıq omega kvadratı R-dir. Mərkəzə qaçma təcilinin ən kiçik qiyməti deyirsə, omeqanın da kiçik qiyməti olmalıdır, R-in də kiçik qiyməti olmalıdır. Omeqanın kiçik qiymətləri, baxın, 4 ilə 3-dür. R-in kiçik qiymətləri isə 4 ilə 1-dir. Deməli, bu xəttlər 4 nöqtəsində kəsişdi və 4 nöqtəsi mərkəzə qaçma təcilinin ən kiçik qiyməti olacaq. 10 nömrəli məsələ. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin dövr etmə tezliyindən asıllıq qrafiki verilmişdir. Hansı nöqtə çevrənin radiusunun ən böyük qiymətinə uyğundur? A-nın biz düsturunu yazırıq. N-lə olan düsturu 4pi kvadratı n kvadratı r. Və burada radiusu tapırıq. Radius bərabərdir A bölünsün 4pi-nin kvadratı n-in kvadratı. Deməli, radiusun hansı qiymətini istəyir? Ən böyük qiymətini istəyir. Təcilin ən kiçik qiyməti olmalıdır. Tezliyin daha doğrusu burada düz asılı olduğu üçün təcilin böyük qiyməti, tezliyin kiçik qiyməti lazımdır. A-nın böyük qiymətləri 1 ilə 2, tezliyin kiçik qiymətləri 4 ilə 1. Harda kəsişdi? 1 nöqtəsində. Deməli, 1 nöqtəsi radiusun ən böyük qiymətidir. 11 nömrəli məsələ. Radiusları R1 bərabərdir R, R1 bərabərdir R, R2 bərabərdir 9R olan çevrələr üzrə bərabər sürətli hərəkət edən iki maddi nöqtənin mərkəzə qaçma təcilləri modulca bərabərdir. Deməli, təcil burada nədir? Sabitdir. Təcil konstantdır. Yazırıq. Maddi nöqtələrin dövr etmə periodlarını müqayisə edin. Deməli, biz təcilin hansı düsturundan istifadə eləməliyik? Period olan düsturundan istifadə eləməliyik. Ona görə yazırıq 4pi-nin kvadratı bölünsün t-nin kvadratı vurulsun r. Burada dövr etmə periodlarını soruşur. Ona görə də periodu buradan tapırıq. T bərabərdir kök altında 4pi-nin kvadratı r bölünsün a. A-nı burada bizə sabit verib. A sabitdir. Deməli, period görürük ki, radiusla kök 6 düz asılıdır. Yəni, burada nisbət yazsaq, T1 bölünsün T2 bərabərdir. Kök altında R1 bölünsün R2 yaza bilərik. Onda gətirib R-in qiymətlərini yerinə yazsaq, R1-imiz R-dir. R2 isə 9R-dir. Bölünsün 9R. R-lər ixtisar getdi.
Kök altında 9-da 1 qaldı və bundan da neçə çıxır? 3-də 1. Deməli, burada T2 bərabərdir 3T1-ə. Cavab oldu B variantı. Deməli, burada 12 nömrəli məsələyə baxaq. Diaqramda göstərilən nöqtələrə uyğun gələn tezlikləri müqayisə edin. Deməli, tezliyi biz mərkəzə qaçma təcilinin düsturunu yazırıq. A bərabərdir 4pi kvadratı n kvadratı r. Buradan n-in tezlikləri müqayisə eləmək istəyirik. Ona görə görürük ki, n kvadratı bərabərdir a bölünsün 4pi kvadratı r-dir. Və burada artıq belə deyək, A-nın R-dən asılılığı, baxın, düz asıllıq olanda burada N nə olmalıdır? Mütləq yerdə qalan kəmiyyətlər sabit olmalıdır. Yəni, N sabit olmalıdır burada. Və 1 ilə 2-dən biz, baxın, belə bir xətt keçirsək, bu təbii ki, A-nın R-dən asıllığın düz asıllığını göstərir. Onda 1 ilə 2 nöqtəsində tezliklər bir-birinə bərabərdir. Həmçinin də 3 ilə 4 nöqtəsində tezliklər bir-birinə bərabərdir. İndi burada yazırıq n1 bərabərdir n2-yə, n3 də bərabərdir n4-ə. Yaxşı, bunlardan hansı böyükdür? Baxırıq bucaqlara. Bu 3-ün bucağı, bu da 1 ilə 2-nin bucağı. Deməli, A bölünsün R nisbəti bizə nəyə verəcək? Biz bilirik ki, ordinat bölünsün absis bizə tangens alfanı verir. Yəni, burada qalan bucağın tangensini verir. Biz onda yaza bilərik ki, n kvadratı bərabərdir tangens alfa, yəni A bölünsün R-in yerinə yazdıq, bölünsün 4pi-nin kvadratı. Onsuz da 4pi kvadratı burada sabitdir. Deməli, burada tezlik tangens alfa ilə düz mütənasib asılıdır. Alfanın qiyməti artanda tangensin də qiyməti artır. Yəni, burada alfa ilə, yəni bucaqla tangensin qiymətini düz asılı götürə bilərik. Deməli, tezlik özü bucaqla düz asılı olacaq. Baxırıq ki, bucaq harada böyükdür? Təbii ki, 1 ilə 2-nin bucağı burada daha böyükdür. 1 ilə 2-nin bucağı, baxın, budur. 1 ilə 2-nin bucağı daha böyükdür. Deməli, n1 ilə n2 böyükdür n3 ilə n4-dən. N4-dən. Cavabımız olacaq burada 1-2 bərabər böyükdür 3 və 4-dən. 1-2 bərabər böyükdür 3-dən 4-dən. Cavab D variantı. 13 nömrəli məsələ. Verilən trayektoriya boyunca sabit sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcilləri arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Deməli, mərkəzə qaçma təcili A bərabərdir, sabit sürətlə hərəkət etdiyindən deyir, V-nin kvadratı bölünsün R. Yəni, V olmalıdır düsturda. Görürük ki, mərkəzə qaçma təcili radiusla tərs asılıdır. Burada baxırıq ki, R3 böyükdür R1, o da böyükdür R2 verilib. Tərs asıllıq üçün bunun tərsi olmalıdır. Yəni, ən kiçik burada R2-ni verib, onda mərkəzə qaçma təcili A2 ən böyük olacaq. Sonra A1, ən kiçik olacaq A3. Cavabımız olacaq, deməli, A2 böyük A1, o da böyükdür A3, B variantı. 14 nömrəli məsələ. Maddi nöqtə göstərilən trayektoriya boyunca modulca sabit sürətlə hərəkət edir. Deməli, bizdə burada V konstantdır. Trayektoriyanın verilmiş nöqtələrində onun mərkəzə qaçma təcillərinin qiymətləri arasında münasibəti müəyyən edin. Deməli, yenə mərkəzə qaçma təcilinin biz düsturunu yazsaq, A bərabərdir, V sabitdirsə, V-nin kvadratı bölünsün R-dir. Görürük ki, mərkəzə qaçma təcili radiusla necə asılıdır? Tərs asılıdır. Deməli, nisbət şəklində yazanda A bölünsün A, A bölünsün A, B bərabərdir. Tərs asılı olduğundan RB bölünsün RA yaza bilərik. B-nin radiusu nə qədərdir? Buradan görürük R-dir. A-nın radiusu nə qədərdir? 2R-dir. Deməli, R-lər ixtisar getdi, 2-də 1 qaldı. Buradan alırıq ki, A, B bərabərdir 2A, A-ya. Deməli, cavabımız oldu burada C variantı. 15 nömrəli məsələ.
Maddi nöqtə çevrə üzrə sabit 60 metr bölünsün saniyə sürətlə hərəkət edir. Radius vektor 2 saniyə ərzində 30 dərəcə dönərsə, mərkəzə qaçma təcili nə qədər olar? Deməli, biz təcilin düsturunu bilirik. Təcilin düsturu bərabərdir omega v. Burada bizə dönmə bucağı verib. Ona görə omeganın yerinə gətirib fi bölünsün t-ni qoya bilərik. Fi bölünsün t vurulsun v. İndi burada dərəcə ilə verib. Biz bu dərəcəni çevirməliyik radiana. Radiana çevirərkən biz nə edirik? Dərəcə göstərən ədədi vurmalıyıq pi bölünsün 180-ə. Burada deməli olacaq pi bölünsün 6 radian. Pi-ni də bizə 3 verib. Deməli fi bərabərdir 3 bölünsün 6-dan elədi 2-də 1. 30 dərəcə 2-də 1 radiandır. Gətirib yerinə qoysaq, 2-də 1 bölünsün. Zamanımızı 2 verib burada. Sürət 60-dır, vurulsun 60. Bu da eləyəcək 4-də 1 vurulsun 60. 60-ı 4-ə böləndə 15 metr bölünsün saniyə kvadratı. Cavab D variantı. 16 nömrəli məsələ. Çevrə üzrə 10 metr böl saniyə sabit sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 1,5 saniyə ərzində gəlir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Biz burada V-ni bizə verib. V bərabərdir 10 metr bölünsün saniyə. Cisim hardan başlayır hərəkətə? A-dan B-yə gəlir. Neçə saniyə? T bərabərdir 1,5 saniyə. Deməli, biz bunun periodunu tapa bilərik. A-B məsafəsi bütün çevrənin hansı hissəsidir? 4-də 1 çevrəsidir. Deməli, cismin periodu nə qədər olacaq? Yəni, cisim bir tam dövr eləyəndə nə qədər vaxt keçəcək? T-ni vurmalıyıq 4-ə. O da eləyəcək 6 saniyə. Vəssalam. Biz buradan artıq mərkəzə qaçma təcilini tapa bilərik. Mərkəzə qaçma təcili A bərabərdir nə idi? Omega kvadratı, daha doğrusu omega v-dir. Omeganın yerinə 2 pi bölünsün t qoyuruq, vurulsun v. Deməli, 2 vurulsun, 3 vurulsun, 6 vurulsun v, 10. Deməli, bu 2 vurulsun, 3, 6 eləyir. Ona görə bundan ixtisar gedir. Qalır cavabımız 10 metr bölünsün saniyə kvadratı. Cavab A variantı. 17 nömrəli məsələ. Müxtəlif radiuslu çevrələr üzrə eyni xətti sürətlə hərəkət edən maddi nöqtə, yəni burada V konstantdır. Dövrətmə periodunun çevrənin radiusundan asılılıq qrafiki verilmişdir. A radiuslu çevrəyə uyğun maddi nöqtənin mərkəzə qaçma təcilini hesablayın. Biz burada görürük ki, xətti sürət sabitdir. Və xətti sürət sabitdirsə, V bərabərdir 2 pi r bölünsün t-dən. Deməli, burada xətti sürət sabitdirsə, period radiusla düz asılıdır. Görürük ki, period 2 olanda radius 1 olub. Period 2 dəfə artıb. Deməli, period radiusla düz asılı olduğundan A nöqtəsinə uyğun olan deməli, radius nə qədər olacaq? 1-dir, 2-də 1-dirsə, 2 dəfə artıb olacaq 2 metr. Və artıq radiusumuz məlumdur. Deməli, biz mərkəzə qaçma təcilini hesablaya bilərik. Periodumuz da 4-dür. Deməli, yazırıq. R 2 metr, T 4 saniyə. Onda A bərabərdir 4 pi-nin kvadratı bölünsün t-nin kvadratı vurulsun r. 4 vurulsun, pi-ni 3 verib, kvadratı 9, t-ni 4, kvadratı 16, radiusu da neçə tapdıq? 2. Deməli, buradan 16 ilə 4 ixtisar getdi, yuxarıda 1 qaldı, aşağıda 4, 4 ilə 2 ixtisar getdi, aşağıda 2, 9 2-yə böləndə 4,5 metr bölünsün saniyə kvadratı. Cavab A variantı. 18 nömrəli məsələ. Uyğunluğu müəyyən edin. Deməli, 3,9 tamama qədər saatın dəqiqə əqrəbi, saniyə əqrəbi və saat əqrəbi neçə dövr edər? 3 tamamdan 9 tamama qədər.
Birinci gəlin dəqiqə əqrəbinə baxaq. Dəqiqə əqrəbinin dövr etmə periodu 1 saatdır, yəni 60 dəqiqədir. 3-dən 6-ya gələnə qədər neçə saat vaxt keçir? 6 saat vaxt keçir. Deməli, dəqiqə əqrəbi 1 saatda 1 dövr edirsə, 6 saatda neçə dövr edər? Təbii ki, 6 dövr edər. Deməli, dəqiqə əqrəbi 6 dövr edəcək. Daha sonra gəldik saniyə əqrəbinə. Saniyə əqrəbinin dövr etmə periodu 1 saatda nə qədərdir? Deməli, 3000 1 saatımız 3600 saniyə, daha doğrusu. Bu da eləyir nə qədər? 60 dəqiqə. Deməli, saniyə əqrəbimizin dövr etmə periodu isə 1 dəqiqədir. Deməli, 1 saatda bu neçə dövr eləyəcək? 60 dövr edəcək. Bəs 6 saatda neçə dövr edər? 360 dövr edəcək. Deməli, Y variantında bura gəldi. Saat əqrəbi. Saat əqrəbinin dövr etmə periodu 12 saatdır. Və 6 saatda onda neçə dövr edər? Təbii ki, 12-nin yarısı 6-dırsa, onda 2-də 1 dövr edəcək. Bu da oldu B variantı. 1C, 2Y, 3B. 19 nömrəli məsələ. Verilmiş radiuslu çevrə üzrə saat əqrəbi istiqamətində bərabər sürətlə hərəkət edən cismin fırlanma periodu 8 saniyədir. K nöqtəsini keçdikdən 2-ci, 4-cü, 6-cı saniyənin sonunda cismin təcili hansı istiqamətdə yönələr? Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə təcil həmişə hara yönəlir? Mərkəzə doğru yönəlir. Harda olur, olmasından asılı olmayaraq. Baxın, həmişə, məsələn, K nöqtəsində olarsa mərkəzə doğru. Həmişə təcil mərkəzə doğrudur. Deməli, saat əqrəbi istiqamətində hərəkət edir. Bu cismimiz K nöqtəsindən hərəkətə başlayır. Fırlanma periodu 8 saniyədir. Fırlanma periodu 8-dir. Onda deməli 8 saniyə sonra bu K-ya qayıdır və hər bir hissəni biz, baxın, çevrəni 4 bərabər hissəyə bölsək, bura A nöqtəsi deyək, bura B nöqtəsi, burada C nöqtəsi deyək. İkinci saniyənin sonunda harda olacaq? Deməli, bu hər bir hissəni, daha doğrusu 4də 1-i neçə saniyəyə gedəcək? Tam bir çevrəni 8 saniyəyə gedirsə, period 8-dirsə, deməli, bir hissəyə nə qədər düşür? 2 saniyə düşür. Deməli, ikinci saniyənin sonunda harda olacaq? A nöqtəsində olacaq. A nöqtəsində mərkəzə qaçma təcili hara yönələcək? Mərkəzə, yəni yuxarıya doğru yönələcək. Deməli, 1-ə getdi C variantı. 4-cü saniyə sonunda, yəni növbəti 2 saniyədə hara gələcək? B nöqtəsinə gələcək. B nöqtəsində mərkəzə qaçma təcili hara yönəlib? Baxın, yenə mərkəzə, yəni sağa doğru. Y variantı. 6-cı saniyədə olacaq C nöqtəsində. Yenə C nöqtəsində mərkəzə qaçma təcili mərkəzə yönəlməlidir. Yəni aşağı yönəlməlidir. Onda olacaq B variantı. 1C, 2Y, 3B. 20 nömrəli məsələ və burada bu son məsələmizdir. Deməli, 20 nömrəli məsələdə deyilir ki, maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində xətti sürətin bucaq sürətindən asılılıq diaqramı verilmişdir. Verilmiş nöqtələrə uyğun mərkəzə qaçma təcilinin qiymətlərini azalan sıra ilə yazın. Mərkəzə qaçma təcilinin düsturunu yazsaq, omega və V-nin olan düsturları olacaq omega V. Mərkəzə qaçma təcili, burada biz indi görürük ki, harda ən böyük qiymətini alar, harda ən kiçik qiymətini alar, onu tapmalıyıq. Təbii ki, V-nin və omeganın böyük olduğu hissələrdə təcil də böyük olmalıdır. Omeganın böyük qiymətləri 2, 3-dür. V-nin böyük qiyməti 2-dir. Deməli, ən böyük qiymətin 2-də alacaq. A2 böyük olacaq. Bəs ən kiçik qiymətin gəlin görək harda alacaq? Yəni, V ilə omega ilə A düz asılı olduğundan V-nin və omeganın kiçik qiymətləri təcilin də kiçik qiyməti olacaq. V-nin kiçik qiyməti 1-dən 3. Omeganın kiçik qiyməti 1. Deməli, 1 ən kiçik olacaq. 2 isə ən böyük və ən kiçik arasında qiymət alacaq. Daha doğrusu 2 yox, 3.
2 və 1 arasında bir qiymət alacaq. Çünki ən böyüyümüz 2 oldu. Ən kiçik oldu nə? Ən kiçik oldu 1. 3 də onlar arasında bir qiymət alacaq. Deməli, A2 böyükdür A3-dən, o da böyükdür A1-dən. Azalan sıra ilə düzündir. Deməli, A2, sonra gələcək A3, sonra gələcək A1.